Здравствуйте, дорогие зрители, дорогие ученики! Добро пожаловать на мой канал Уроки русского языка. Мы с вами продолжаем уроки из второго класса новой версии. Сейчас будем разбирать третий урок. Salam əziz izləyicilərimiz, dəyərli tələbələrimiz. Biz sizinlə davam edirik dərslərimizi. İkinci sinifin yeni versiyasıdır bu. Bugün üçüncü dərsi izahını verəcəyik sizə. Gəlin, başlayaq. Урок 3. Как правильно себя вести? Üçüncü dərsimiz özümüzü düz necə aparmalıyıq. Yəni görürsünüz burada bizim şəklimiz var. İki şəklimiz var. Две картинки. И задание первое. Ответьте на вопросы по картинкам. Və bu şəkillərə uyğun suallara cavab verəcəyik. Вопрос первый. Кого мы видим на картинках? Deyir ki, biz şəkildə kimləri görürük? Bugün təzə sözlər öyrənəcəyik. Babuşka, bunu birinci sinifdə dərsində öyrənmişiz. Yadınızdan çıxıbsa təkrar eləyirsiniz, bilməyənlər də öyrənir. Babuşka, nənə, deduşka, baba. Burada deyə bilərik oğlan, malçik, qız, девочка. Və yaxud da deyə bilərik şagird oğlan, ученик, şagird qız, ученица. İndi tam cavabı olaraq necə deyə bilərik? На первой картине мы видим бабушку и мальчика. На второй картине мы видим дедушку и девочку. Birinci şəkildə biz nənə və oğlan görürük. İkinci şəkildə isə baba və qız görürük. Bax, bu tam cavabdır. Mümkün olsa bunu da uşaqlar öyrənsinlər. Дальше вопрос второй. Кто уступил место дедушке? Deyir ki, babaya kim yer verdi? Девочка. Ya da tam cavab deyirik. Дедушке место уступила девочка. Və yaxud da девочка уступила место дедушке. Кто-nun əvəzinə sadəcə девочка qoyursunuz. Burada уступила место дедушке deyirsiniz. Bax, belə də tam cavabdır. Кто не уступил место бабушке? Kim deyir, nəniyə yer vermədi? Мальчик. Кто-nun əvəzinə мальчик deyə bilərsiniz. Və yaxud da dediyim kimi ученик. Мальчик не уступил место бабушке. Və последний вопрос, sonuncu sual. Как нужно поступать? Necə davranmaq lazımdır? Deyə bilərik ki, əlbəttə ki, yer vermək lazımdır. Конечно, надо уступать место пожилым. Yaşlılara yer vermək lazımdır. Belə deyirik. Надо уступать место пожилым. Yaşlı insanlara və yaxud da böyüklərə, взрослым. Belə də deyə bilərik. Надо уступать место взрослым. Задание второе. Прослушайте, повторите. Dinləmədi, qulaq asıb, təkrar etmək lazımdır. Bildiyiniz kimi dinləmələr hələ ki internetdə tapa bilməmişəm, yoxdur. Задание третье. Укажите картинки, название которых отвечает на вопрос «кто». İndi кто, yəni kim sualına cavab verən şəkilləri göstəririk. Babuşka, deduşka. Yəni canlıları göstəririk, çünki onlar kim sualına cavab verir. Babuşka, deduşka. Дальше. Повторите диалоги вслед за учителем, составьте новые по образцам. Yəni dördüncü tapşırığımız dialoqdur. Müəllimin oxuyur, onun arxasınca təkrar eləyirik və sonra da buna uyğun siz də dialoq qurursunuz. Alo, Emin, это ты? Alo, Emin, bu sənsən? Da, Selin, это я. Привет, как дела? Bəli, Selin, mənəm. Salam, necəsən? Здравствуй, Emin. Спасибо, нормально. Как твои дела? Ты можешь мне напомнить домашнее задание по русскому языку? Salam, Emin, sağ ol, normal. Sənin işlərin necədir? Sən mənə yadıma sala bilərsən, rus dilində ev tapşırığı nə idi? Demək, deyirsən, rus dilində ev tapşırığı nədir, mənim yadıma sala bilərsən? У меня тоже все хорошо. Да, конечно, сейчас отправлю по электронной почте. Məndə də hər şey yaxşıdır. Bəli, əlbəttə, indi elektron poçtla sənə göndərərəm. Спасибо, Emin, пока. До свидания, Selin. Çox sağ ol, Emin. Sağ ol, Selin. Теперь второй диалог. Эсмеральда, дай мне точилку и красный карандаш. Эсмеральда, mənə demək, yontan və qırmızı karandaş ver. Нет, Ayxan, не dam. Почему сам не принес? Yox, Ayxan, verməyəcəm. Niyə özün gətirməmisən? Потому что решил попросить у тебя или у другого. Çünki qərar verdim ki, səndən və yaxud da başqasından istəyim. Это неправильно. Каждый должен иметь свои школьные принадлежности. Bu düzgün deyil. Hər kəsin öz məktəb ləvazimatları olmalıdır.
Понял, спасибо. Başa düşdüm, çox sağ ol. Demək, bu birinci dialoquydu, bu da ikinci dialoquydu. Burada yaxşı ifadələr var. Zəhmət olmasa çalışın valideynlər, uşaqlar da bu ifadələri təkrar eləsinlər. Necəsən? İşlərin necədir? Məndə hər şey yaxşıdır. Çox sağ ol, sağ ol. Mənə ver, дай мне, mənə ver. Почему, niyə? Misal üçün, потому что, ona görə ki, это неправильно, bu düzgün deyil. Понял. Başa düşdüm. Bax, bu ifadələri cümlələr formasında uşaqlarla praktik eləyin ki, daha rahat olsun. Задание 5. Укажите картинки, название которых можно заменить словом «она», составьте с ними предложение. Bu dəfə biraz daha fərqlidir tapşırığımız. Deyir, ana olan sözləri göstərin, hansını ki, ondan əvəz eləmək olar və onlarla cümlə qurun. Demək, biz nə dedik keçən dərsdə, birinci, ikinci dərsdə? Bizdə on sözü idi. O, kişi cinsdə. İndi isə ana. O, qadın cinsdə gəldi. Qadın cinslərdə hansı sözlərdə? A və ya ilə bitən sözlərdir. Misal üçün, burada hansı sözlər aid olacaq? Учительница və yaxud da bunu ana kimi götürsək, mama. Görürsünüz, A ilə qutarır, qadın cinsdir. Девочка, A ilə qutarır və yaxud da ученица. Yenə də A ilə qutarır. Bu iki dənə söz bu ana sözünə uyğundur. Bunlar isə yox. Bir də burada istisna var, uşaqlar. Demək, papa, dедушка. Bunlar da görürsünüz A ilə bitir. Deyirsiniz ki, müəllim, bəs A ilə bitən sözlər qadın cinsi idi axı. Bunlar istisnadır. Bunlar özləri kişi olduqları üçün bunlar kişi cinsə həmişə aid olacaq. Baxmayaraq ki, ona ki, bu A və ya ilə bitən sözlərdir. Başqa bir iki dənə də söz var. Dядя, юноша, мужчина. Bunlar sadəcə insan olaraq kişi olduqları üçün onları kişi cinsə biz aid eləyəcəyik. Demək, buradan iki söz bizə uyğundur. Ana sözü ilə əvəz eləyə bilərik. Mama и, например, девочка или ученица. İndi deyir, bunlarla cümlə qurun. Misal üçün, deyə bilərik, ana учительница, o müəllimədir. Ana ученица, o şagirddir. Hələ ki, çox sadə cümlələr deyirəm. İminə ana sözünü istifadə elədim. Və yaxud da siz də deyə bilərsiniz, моя мама учительница, моя сестра ученица. Belə tipli də cümlə qura bilərsiniz. Sırf bu sözün özü ilə və yaxud da bu sözlə götürüb cümlə qura bilərsiniz. И последнее задание, axırıncı tapşırığımız, запишите элементы буквы В и G. Bugün isə V hərfi və G hərfini keçirik. A, B-ni keçdik, bu isə V və G-dir. Görürsünüz, burada V-ni yazırsınız və sonra da G-ni yazırsınız. Bu kitab formasıdır, bu da yazı formasıdır. Bunları dəftərdən yazıb öyrənirsiniz ki, hərfləri sonra asta-asta oxumağa keçiləcək. Bu qədər bu dərsimiz. Suallarınız olsa yazıp soruşarsınız. Gelen ders görüşeriz. Sağ olun. До свидания, ребята. Увидимся на следующем уроке. Всем удачи. Всем пока.